Bildiyiniz kimi, Vətən müharibəsində bizim məktəbdən bir çox tələbələr iştirak elədi. Onlardan bir neçəsi vətənin uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bugün burada onların valideynləri iştirak edir. Hər birinə Allahdan rəhmət diləyirik. İndi çıxış üçün söz bizim məktəbin tələbəsi olmuş Elmar Şirinovun anası Amana xanıma vermək istəyirəm. Əvvəla hamımızı, həm şəhid ailələrini, həm tələbələrimizi və başda məktəb rəhbərliyi olmaqla hər kəsi qarşıdan gələn möhtəşəm Zəfər günü münasibəti ilə ürəkdən təbrik etdim. Bildiyimiz kimi, illər öncə, illər yox, əsrlər öncə başlamış bir münaqişə müharibəyə çevrildi. Torpaqlarımız paramparça oldu. Ta qədimdən 200 il, 300 il bundan əvvəl Azərbaycan torpaqlarını mənfur erməni xislətli insanlar və onların havadarları bölməyə, parçalamağa başladılar. Müxtəlif vasitələrlə, müxtəlif yollarla, hansısa müqavilələrlə, hansısa razılaşmalarla Azərbaycanlılar öz dədə-baba yurt yuvalarından didərgin salındı. Deportasiyalar oldu. Köçkünlər, qaçqınlar gəlib başqa yerlərdə, başqa öz vətənindən, öz rayonlarından, öz regionlarından uzaqlarda yerləşdirildi. Və bu qaça-qaç, qopa-qop ta 92-ci ildə Azərbaycan hakimiyyətinin zəifləməsindən, ölkəmizdə olan xaosdan istifadə olunaraq 92-ci il 1-ci Qarabağ müharibəsi başladı və o zəiflikdən, o xaosdan istifadə olundu. Həm ermənilər, həm ermənilərə havadar olanlar 1-ci Qarabağ müharibəsini başlatdılar. O zaman ki, onda bizim xalqın rəhbərliyi çox zəif idi. Yenicə Sovet imperiyasının tərkibindən çıxmış Azərbaycan dövləti öz müstəqilliyini elan eləmişdi və bu müstəqilliyi qoruyub saxlamağa çalışırdı. Bir tərəfdən də müharibə başladı. Gənclərimiz, ata-babalarımız əllərində yava, əllərində avtomat, kimin əlinə nə keçirsə torpaqlarımızı mühafizə etməyə çalışdılar. Əfsuslar olsun ki, uzun çəkən müharibədə itkilərimiz oldu, çoxlu şəhidlərimiz oldu, çoxlu yararlarımız oldu və xalqımız da yenə də qaçqınlığa, köçkünlüyə məruz qaldılar. 20% torpaqlarımız bizdən, xalqımızdan asılı olmayan səbəblərə görə itirildi. Erməni tapdağının altına keçdi. Və 30 il, 28 il, tam 28 il mübarizə apardı. Bu mübarizənin başlanğıcını ulu öndərimiz Heydər Əliyev təşkil elədi. Onun uzaq görən siyasəti, uzaq görən taktikası və İlham Əliyev cənablarının apardığı o siyasətin davamı ta 2020-ci il iyul ayının 12-si Tovuzda 12 nəfər başda Polad Həşim olmaqla müharibə başladı. O müharibə deyildi, o müharibə başlanğıc idi. Belə başlanğıc idi ki, ermənilərin hansısa fikirləri var idi, yenidən torpaqlarımız işğal olunmalı idi, yenidən böyük Ermənistan ideyası başa çatmalı idi və Azərbaycan xalqı bir dəfəlik məğlubiyyətə məruz qalmalı idi. Amma onlar bilmirdi ki, Cənab İlham Əliyev və Cənab İlham Əliyevin dövlət başçısı gələndən sonra, yəni 1-ci Qarabağ müharibəsindən sonra Azərbaycanda dünyaya gəlmiş körpələr və yetişən gənclik nəyə hazırdılar? Bunu düşmənlərimiz bilmirdi. 12 iyul hadisələri bir qığılcım oldu və bütün Azərbaycan bu qığılcımın ateşindən, odundan alovlanaraq 27 sentyabr müharibəyə hazır oldu.
və 27 sentyabrda Ali Baş Komandanın əmri ilə müharibə başladı. Ordumuz, bütün siyasətimiz, bütün silahlarımız, bütün ordumuz demək olar ki, tam hazır vəziyyətə gətirildi. Bu hazır vəziyyətə gətirilmiş ordunun içində 1-ci Qarabağ müharibəsindən sonra doğulmuş körpələr də vardı. Hansı körpələr ki, 17, 18, 19 yaşında gənclərdir və o ordunun tərkibindəydi. 27 sentyabr müharibə başladı və xalqımız dəmir yumruq ətrafında birləşdi. Ordumuz sərhəd bölgələrində hazır vəziyyətə gətirildi, müharibəmiz başladı və həmin müharibədə bu gün şəhid olan Şirinov Elmar da xüsusi təyinatlı qüvvələrin tərkibində Murodla döyüşə başladı. Və bu döyüş yolu Muroddan Füzuliyə, Füzulidən Qubadlıya, Cərrabada, Cəbrayıla və ən nəhayət Elmarın xüsusi qəhrəmanlıqları oldu, göstəriciləri oldu. Amma o döyüşdən yayınmadı. Bütün tapşırıqları hərbi tapşırıqlarını, əskəri tapşırıqlarını şərəf və ləyaqətlə yerinə yetirərək irəli, xüsusi təyinatlı qüvvələrin tərkibində irəli getdi. Və oktyabrın 27-sində Daşaltı əməliyyatında iştirak etdi. Daşaltı azad olunan müddətdə Elmarla danışdım, əziz uşaqlar. Zəng elədi, danışdıq. Noyabrın 1-i Elmar dedi ki, ana, çox güman ki, sağ qayıdır. Amma dediklərimə yaxşı qulaq as. Mənim nəvəmin Elmarın bacısının uşağının adı Turgut. Turguta özün tərbiyə verir. Və hər gün Turguta deyərsən ki, dayan bir qəhrəman. Mən bunu bir zarafat saysam da, sən demə, o bir vəsiyyət edir. O vaxt onlar bilirdi ki, mən bunu sonralar dərk etdim. Bu yerləri görəndən sonra, o döyüş əməliyyatlarını görəndən sonra, qulaq asandan sonra dərk elədim ki, Elmar vəsiyyətini ona görə eləyirmiş ki, o bilirmiş, o döyüşdən qayıtmamaq olar. O ağır relyefli, çətin relyefli Şuşa dağları. Əziz tələbələr, o relyef o qədər çətin, o qədər keçilməz yollardı ki, onu Elmar bilərdi, bilib bana demişdi bunu ki, ana, bu yol çətin yoldur. Bəli, noyabrın 5-dən 6-sına keçən gecə sağ qulağına az bir məsafə qalmış, o çətin relyefli o meşədə mənim oğlum şəhid oldu. Öz döyüş tapşırığını yerinə yetirəndə öz döyüş yoldaşlarından bir yerdə ateşə məruz qaldılar və o ateş nəticəsində Elmar şəhid oldu. Elmarla bərabər də bir neçə Tovuzun özündən bir neçə uşaqlarımız yaralandı, döyüşdən təbris olundu, bir neçə də şəhidlərimiz oldu. O şəhidlərdən biri Şirinov Elmar Cəbrayıl oğluydu, biri də Novruzov Rəşad ata adını bilmirəm, başlarına bir dənə şəhidimiz. Əziz uşaqlar, əziz müəllimlər,
əziz şəhid valideynləri. Bunu mən niyə dedim? Bunu mən ona görə dedim ki, o qələbə düzdür, mənim oğlum qələbəni görmədi. Amma qələbənin olacağını hiss eləmişdi. Çünki artıq Şuşanın ətəyindəydi, dağın ətəyindəydi. Şuşaya qalmağa bir şey qalmamışdı. Və 8 noyabr qələbə günü onun dalınca imzalanan üst tərəfli müqavilələr, onun arxasınca antiterror əməliyyatı və bütövləşən Azərbaycan. Bizim evlatlarımız, bizim şəhidlərimiz ta qədimdən bura torpaqlarımızı qoruya-qoruya, namusumuzu, qeyrətimizi qoruya-qoruya, bizləri qoruya-qoruya canlarını verdilər, bütövlüyümüzü qorudular, bütövlüyümüzü, suverenliyimizi təmin etdilər və şükür bu günə, çox şükür ki, ananın oğlu yanında olmasa da, ananın oğulları var. Ananın oğlu yanında olmasa da, içi paramparça olsa da, baxanda bir qürur hissi keçirirsən. Qürur hissi keçirirsən ki, bu qələbədə, bu azadlıqda, bu insanın varlığında mənim də əməyim var. Bizi yaşadan budur. Bugün münasibətindən bütün xalqımı, bütün ölkəmi təbrik edirəm. Və Allahdan arzu edirəm ki, bir daha Azərbaycan səmalarında qara bulutlar olmasın. Bir daha vətənimiz naşükür insanların, naşükür düşmənlərin patlağına çevrilməsin. Gəncliyimiz, böyüyən evlatlarımız namusumuzu, qeyrətimizi həmişə qorumağa çalışdırırlar. Vətən torpağı nə deməkdir? Əziz uşaqlar, çox danışdım, vaxtınızı çox aldım deyəsən. Vətən torpağı hər bir oğlun namusu, qeyrəti deməkdir. Bir damcı vətən torpağı tapdaqda qalarsa, hansısa bir oğlun anası, bacısı tapdaqda qalır. Bunu hər bir oğul dərk eləməlidir.